Salamlar hər kəsə, xoş gördük hər-birinizi. Biz Configure List'də növbəti mövzu ilə davam edirik. Biz bu mövzuda Configure List proqramına firewallların əlavə olunmasından bəhs edəcəyik. Siz artıq Configure List proqramı qurduqdan sonra siz dashboard hissədə firewall və panorama bölməsinə girərək, burada add firewall deyərək siz bura müəyyən şirkətinizdə olan firewallları əlavə edə bilərsiniz. Bunun üçün mən daxili strukturda, öz daxili labda Event'də bir dənə Palo Alto var. Həmən bu Palo Alto'ya mən indi burada əlavə edəcəm və biz bunun üzərində bəzi işlər görəcəyik, analizlər aparacağıq. Tamam. Yadda saxlayın ki, əgər siz Palo Alto Firewall'da əlavə etmək istəyirsinizsə, Configure List proqramına yetkili halda əlavə etməlisiniz. Burada siz Firewall'u əlavə etdiyinizdə burada hər hansısa bir firewall adı verə bilər, IP və port olaraq 443-cü port istifadə edir. Password hissədə username, parol qeyd edə bilərsiniz və yaxud da ki API key ilə bağlaya bilərsiniz. Okay? Seçim olaraq da burada firewall və yaxud da panorama olaraq da əlavə edə bilərsiniz. Əla. Gəlin biz hər hansısa bir firewallu əlavə edək, özelliklərinə baxaq. Mən add edirəm bir firewall, Palo, adını Palo qoyuram. Ya da Palo Alto yazıram. IP'sini yazıram. Bizim burada Palo Alto'nun IP'si 192.168.55.50'dir. Qeyd edirəm. 192.168.55.50 və bir username. Misal üçün, mənim bir username var. Admin və parolunu qeyd edirəm. Bu administrativ yetkili olan paroldur. Hansı ki, bu user'in super user yetkisi var. Yəni, siz əgər bir firewall'u əlavə edirsinizsə, bir userlə, həmən user'in ən azından, gəlin mən administrativ bölməsinə girib görsədim. Misal üçün, burada Palo user də var. AI Palo Alto user də var. Və yaxud da bir Palo Alto user yaradıb, baxın, lokal database-i görəm. Lokal database-də, firewall-da, mən Palo Alto adında user yaratmışam, bir parol vermişəm. Əla. Sonra administrativ admin rule yaratmışam bunun üçün. Gəlirsiniz bura admin rule, baxın, Palo Alto adında. Bu admin rule-un, baxın, həm web üzərindən olaraq, UI olaraq qoşulmasını təmin edir. Həm API sayəsində command line-a super user reset API olaraq da bütün hər şeyə etkisi var. Görürsünüz? Belə də əlavə edə bilərsiniz. Əgər də sadəcə olaraq bir user əlavə etdiyinizdə admin user, misal üçün super userdirsə, burada görə bilərsiniz super user, bunun bütün API, reset API-ya, eləcə də command line-a, bütün hamısına yetkiləri olmuş olur. Yəni, siz bunu yetkili user olmalıdır. Yəni, sadəcə read-only yox. Çünki biz burada əmrlər veririk, gedib polisləri disable edir və yaxud da silə edir. Bu yetkiləri həyata keçirmək üçün user'ın da super user yetkisində olmalıdır. Və əlavə etdikdən sonra, əgər sizdə firewall'unuzda bir neçə dənə VSIS varsa, o zaman burada detect VSIS deyirsiniz. Həmən bunu detect VSIS etdiyinizdə, sizdə, baxın, burada siz detect VSIS vurduğunuzda sizin Palo Alto firewall'unuzda nə qədər VSIS varsa, onların hamısının aşağıda siyahısı çıxır. Siz istəsəniz bunların hamısını işarələyə bilər və yaxud da sizə hansılar lazımdırsa, misal üçün, baxın burada, birini, misal üçün, VSIS 4'ü işarələməmişik. O zaman VSIS 1, 2, 3'ü götürəcək. İşarələyərək, daha sonra siz bunu əlavə etdiyinizdə, sizin Palo Alto eyni adla qarşısında VSIS 1, VSIS 2, VSIS 3 olaraq əlavə olunacaqdır. Artıq sizin Palo Alto firewall'unuzda olan VSIS-lərə görə bütün polislərin hamısı ayrı-ayrı qeyd olunacaq, ayrı-ayrı onların filtrələmələrini həyata keçirə biləcəksiniz. Çünki bu sizin üçün artıq ayrı-ayrı bir firewall'dur. Palo Alto adında eyni adı verir. Baxın, IP'si eynidir, amma VSIS nömrələri ilə fərqlənir. Hər birinə görə ayrı-ayrılıqda optimizasiya işlərinizi görə biləcəksiniz. Bu da sizin üçün artıq daha da rahat hala getirir ki, Palo Alto firewall'larınızda VSIS varsa, onları da ayrılıqda idarə edə bilərsiniz deyə. Bizdə hal-hazırda bu firewall'da VSIS yoxdur deyə, mən sadəcə username parolu yazıram və əgər sizdə panorama varsa, panoramanı da buradan əlavə edib, növ olaraq panorama seçib əlavə edə bilərsiniz. Bizdə firewall'dur və add deyirəm. Bu hansı ki, username və parol sayəsində biz Configure List proqramına Palo Alto firewall'ların əlavə olunmasını həyata keçiririk. Gözləyək indi artıq gedib firewall'a qoşulsun username parolla və connection qurulsun. Ondan sonra artıq Configure List proqramına bu firewall əlavə olunmuş olacaqdır. Aşağıda bir successful nəticəni görürük, tamamlandı və Palo Alto Firewall bizdə gəldi qeyd alındı.
Test üçün test vura bilərsiniz. Burada əlaqəni yoxlaya bilərsiniz. Və ya da sinkronizasiya rule deyərək bütün rulların hamısını sinkronizasiya edə bilər və həmən Palo Alto'da nə qədər rullar, security profile rullar varsa, obyektlər, obyekt qruplar, adres qruplar hamısı varsa onları çəkir və özünə qeyd edir. Normalda default olaraq hər 5 dəqiqədən bir cihaz configure list proqramı gedir, konfigləri çəkir, yeniləyir. Default olaraq da manual olaraq da bunu sinkronizasiya rule deyərək bunları çəkə bilərsiniz. Biz artıq bunu etdikdə yuxarı menüdə overview menüsünə vurduqda görə bilərik ki, bu firewallda 18 dənə ümumi rule var. Gəlib baxsaq görərik ki, policy bölməsinə gəlsək, gözləyək biraz, security bölməsi. Görürsünüzsə burada 20 dənə rule yazılıb. Burada aşağıda default intra və inter zonları qeydə almır, default bu ruleları qeydə alır. Bir də onu deyim ki, dostlar, misal üçün bizdə bir policy var. Siz hər hansı bir firewallu configure list proqramına bağladıqda, əgər hər hansı bir policiniz, baxın burada loglar qeyd edib. Baxın burada mən schedule qoymuşam, zaman tarixi. Həmən bu zamanın tarixi bitibsə, biz gəlirik schedule bölməsinə. Gözləyin. Gözləyək biraz, özünə gəlsin firewall. Baxın, bu schedule'a biz baxsaq, görərik ki, bu 6-cı ay ayın 12-sində qeydə alınıb, artıq 7-ci ay düşək. Bu schedule'ın vaxtı bitib. Vaxtı bitdiyinə görə də artıq bu policy qüvvədə deyil. Çünki time base olaraq biz bunu policini yazmışıq. Ona görə də avtomatik olaraq bu policini nə elədi? Söndürdü. Mən bunu yenidən yandırsam, enable eləsəm, yəni policini yandıraq, görürsünüzsə bunu yandırdım. Bir zaman burada var, görürsünüzsə bayaq ki. Və mən onu yaddaşa versəm, yenə də onu birazdan sonra söndürəcəkdir. Çünki configure list proqramı əgər bir schedule varsa bir rulda və zaman keçibsə, o zaman onu avtomatik olaraq disable edir. Amma yaddaşa commit vermir. Commit'i siz həyata keçirirsiniz. Bütün hallarda commit'i siz həyata keçirirsiniz. Bunu yadda saxlayın. Və artıq bizim üçün firewall əlavə olundu. Ondan sonra biz security rule bölməsində rullarımızın adını, onların nə qədər critical olduğunu görə bilərik. Daha sonra biz istəsəydik, mən burada firewall'ı silirəm. Gözləyin. Mən bunu burada silək, gəlin. Remove. Firewall'ı artıq buradan sildim. Bu da bizim üçün aktiv olsun. Commit olmasın, bizim üçün aktiv olsun bu policy. Növbəti səfər indi mən reset API ilə bunu bağlayacağım və onu görün deyə. Add firewall dediyimdə biz sizə burada password yazıb username, paroldan qeyd edə bilər və yaxud da ki API key vasitəsilə Palo Alto'nu bura bağlaya bilərik. Misal üçün mən yenə verirəm burada Palo Alto ad verirəm. Və ya da Palo Alto, misal üçün Data Center 01 yaza bilərsiniz. Yerləşmə yerinə görə name olaraq da istədiyiniz adları verə bilərsiniz. Və IP-sini yazıram 192.168.55.50 və API key yazıram. İstəsəniz Palo Alto'da API key əldə etmək üçün bura daxil olaraq həmən IP arxasına API yazaraq daxil olub buradan API key əldə edə bilərsiniz və yaxud da ki siz bunun üçün öz kompüterinizdə CMD-nə daxil olursunuz. CMD-ni atdıqdan sonra bu komandanı burada qeyd edirsiniz. Həmən bu Palo Alto'nun IP-si və sonuna API yazıb, sonra username qeyd edirsiniz və parolunuzu qeyd edirsiniz və bu bilgiləri qeyd edirsiniz CMD-də. O zaman sizə burada API key gəlir. Hansı ki bu key bölməsindən, bu hissədən gəlmiş, el hərfindən, bu işarəyə, ox işarəsinə kimi, bu daxili ox işarəsinə kimi, bu sizin API keydir. Biz bu API keyi götürərək, yenə gəlib configure list proqramına daxil olub bu API keyi bura əlavə edə bilərik və daha sonra da eyni halda da add edib firewall'u API key sayəsində də configure list proqramına əlavə edə bilərsiniz. Biz artıq bunu add etdikdən sonra gözləyirik. Bir müddət keçsin. Artıq gedib cihaza qoşulub əlaqəni connection TCP sessiyanı qursun. Ondan sonra qeydə alacaqdır. Və gözləyək burada. Yenə successful oldu. Əla və gəlib biz gözləyirik, artıq firewall əlavə olundu. Yenə test edib əlaqəni yoxlaya bilərik və sinkronizasiya eləyərək rulları çəkə bilərik və bu işlər tamamlandıqdan sonra artıq biz həmən firewallda olan özəllikləri, rulları, security rullarının hamısını görə bilərik. Aynən bayaq mən burada qeyd etdik, gördüksə, polisini bayaqları mən enable etdi. Bu schedule, zaman tarixi qoyulan policy. Yenə də bu policy görürsünüzsə disable oldu. Və disable etdiyi anda da avtomatik olaraq həmən aşağıya description bölməsinə qeyd edir ki 20:39-da bu zaman tarixində mən bu polisini disable etdim deyir. Və configure list proqramı tərəfindən
hər hansısa bir polislərdə nəsə görüldüyündə özünə zaman tarixini qeyd edərək həmən bura description yazır. Bunu da yadda saxlayın. Description. Okay. Artıq biz configure list proqramı Palo Alto-nu əlavə etdik. İstəsək burada add etdiyimizdə add firewall deyib burada seçib panorama varsa panoramanı da əlavə edə bilərik və bu şəkildə biz sonra polisləri görə bilər, security rule-ları görə bilər. Daha sonra isə üzərində optimizasiya işləri apara bilərik. Biz bu mövzuda sadəcə firewall əlavə etdik, gördük. Digər mövzularda bizim log məntiqindən loglar necə yığılır, bundan danışacağıq. Daha sonra da get-gedə optimizasiya işlərinə başlayacağıq. Növbəti mövzuda görüşənədək sağ olun.